Hörmətli dəyərli izləyicilər, hər birini salamlayıram. Allahın salamı olsun. Gördüyünüz bu yol Balakən şəhərin tam mərkəzidir. Mərkəzdə Mədəniyyət evi və arxasında olan bağ və buradan birbaşa bir sayılı Nizami adına orta məktəbə 50 metrə məsafə var. Gördüyünüz bu yolun kənarında gözəl bir əmlak satışa çıxarılıbdır. Gördüyünüz bu asardan içəridə gözəl bir əmlakımız satışa çıxarılıbdır. Onun təqdimatını sizə edirəm. Dəyərli izləyicilər, gördüyünüz əmlakın həyətyanı torpaq sahəsi 8 sotuqdan ibarətdir. Həyətyanı torpaq sahəsi və həyətdə belə bir yaşayış evi satışa çıxarılıbdır. Gördüyünüz evin arxa tərəfindəki torpaq sahəsini də mən sizə təqdim edəcəyim. Gördüyünüz bu torpaq evin arxa tərəfində olan torpaq sahəsidir. Və bu evin arxadan görünüşüdür. Dəyərli izləyicilər, həyətyanı torpaq sahəsi və yaşayış evindən ibarətdir. Yaşayış evinin təqdimatını etmək istəyirəm. Dəyərli izləyicilər, pilləkənlərdən qalxırıq yuxarı. Gördüyünüz belə açıq balkon girişdə. Haradasa bir 14-15 pilləkən hündürlükdədir. Belə bir yaşayış evi. Daxil oluruq evə. Dəyərli izləyicilər, evin girişində olan belə bir zal otaqdır. Gördüyünüz belə bir otaq. Təmirli. Buradan keçirik mətbəx hissəsinə. Gördüyünüz bura mətbəx hissəsidir. Şüşəbəndli. Plastik şüşəbənddir. Belə bir mətbəxi var. Gördüyünüz bu zal otağın başında belə bir balaca otaq. Yaşayış otağıdır. Sağ tərəfdə belə bir yenə böyük otaq. Yaşayış otağıdır. Dəyərli izləyicilər, gördüyünüz belə bir otaq. Bu otağın da başında yenə bir otaq, yaşayış otağı var. Yəni ora bağlıdır. Sahibinin əşyaları olduğuna görə biz açmırıq oranı. Və sizə hamam hissəsini göstərirəm. Hamam otağını. Gördüyünüz belə bir hamam. Belə bir yaşayış evindən və torpaq sahəsindən ibarət əmlak satışa çıxarılıb. Belə bir balkonu. Dəyərli izləyicilər, belə bir əmlak rayonun tam mərkəzində almaq istəyən hər kəs bizimlə əlaqə saxlayıb geniş məlumat əldə edə bilər. Dinlədiyinizə görə sağ olun. Videoları bəyənib kanalımıza abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın.